Naxçıvana dron hücumu ilə bağlı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Azərtac Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan 2 nəfərin vəziyyəti stabildir. Qeyd edək ki, İran İslam Respublikasının ərazisinə Naxçıvan Muxtar Respublikasına bugün günorta saatlarında dron hücumları həyata keçirilib və dronlardan biri Muxtar Respublikanın hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyib, 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.